uşaqlar videosunu çəkəcəm özünün. Deməli, 5-ci bölümə aid sualların izahlarını verəcəm. Birinci sual. Cismin yükünün ondakı artıq elektronların sayından asılığına uyğun qrafik hansıdır soruşur. Dedik ki, cismin yükü Q bərabərdir. N vurulsun, Y düsturu ilə hesablanır. N burada artıq və ya əskik, qopan və ya birləşən elektronların sayıdır. Elementar yükdür. Təbiətdə tapılan ən kiçik elektrik yüküdür. Deməli, Q N-dən necə asılı olacaq? Düz asılı olacaq. Doğru cavab Y. İkinci sual. Bir cins elektrik sahəsində verilmiş yüklü zərrəcə təsir edən qüvvənin modulunun sahə intensivliyi moduluna asılı qrafiki hansıdır? Elektrik sahəsinə gətirilmiş yüklü zərrəciyə təsir edən qüvvə F bərabərdir. Q vurulsun, Y düsturu ilə tapılır. Deməli, burada verilmiş yüklü zərrəcik deyirsə Q sabitdir. Onda F Y-dən necə asılıdır? Düz mütənasib asılıdır. İntensivliyin qiyməti nə qədər böyük olarsa, yüklü zərrəcəyə təsir edən qüvvənin də qiyməti bir o qədər böyük olar. Yəni, düz mütənasib asılıdır. Y variantı. Üçüncü sual. Nöqtəvi yükün elektrik sahəsinin intensivliyinin bu yükün miqdarından asılı qrafiki hansıdır? Nöqtəvi yük Y, daha doğrusu nöqtəvi yükün yaratdığı intensivliyi tapmalıyıq. Y bərabərdir. Bunun düsturu belədir uşaqlar. K modulda Q bölünsün R-in kvadratıdır. Bəzən şagirdlər burada nəyə qarışdırırlar? Sınaq yükü. Burada sahəni yaradan yükdən söhbət gedir. Y bərabərdir. KQ böl R kvadratı düsturundan tapılır. Deməli, soruşa bilərsiniz ki, bu düstur hardan çıxır? Onu da göstərəcəm. Deməli, burada olacaq A variantı. Uşaqlar, Y bərabərdir. F böl Q düsturunu bilirsiniz. Düzdürmü? Buna bir Q sınaq yazıram. Sınaq. Burada F kulon qüvvəsidir. O da bərabərdir K. Bunu modulda yazdım. Çünki yük mənfi də ola bilər, müsbət də ola bilər. K, Q, bu sahəni yaradan yüktür. Vurulsun Q sınaq yükü. Bölünsün R-in kvadratı. Bölünsün Q sınaq yükü. Sınaq yükləri ixtisar olunur. KQ böl R kvadratı qalır. Yəni, deməli, elektrik sahəsinin intensivliyi sahəni yaradan yükün miqdarından düz asılıdır. Sahəyə gətirilən yükdən isə asılı deyil. Doğru cavab A variantı. Dördüncü sual. İntensivliyi 2 kilovolt bölünsün metr. Yeri gəlmişkən uşaqlar, 7-ci sinif dərsində Newton böl kulon verdilər. Həm də bu kilovolt bölünsün metrlə də göstərilə bilər. Bizdən yükün miqdarını soruşur. F bərabərdir. Q vurulsun Y'dir. Buradan da biz Q-nü tapsaq, Q bərabər olur nəyə? F bölünsün Y-yə. F böl Y. F-in qiyməti verilib 32 milli Newton. Milli neçədir uşaqlar? Milli. 10 üstü? 10 üstü mənfi 3 müəllim. Ay, sağ ol. 10 üstü mənfi 3. Kilo neçədir bəs? Kilo. 10 üstü 3. Müsbət 3. Düzdürmü? 32 ilə 2-ni ixtisar edəndə 16. 16. 10 üstü 3 yuxarı qalxanda mənfi 3 olur. 10 üstü mənfi 6 kulon. Bəl. Bu da eləyər. 10 üstü mənfi 6-ya da mikro deyirlər. Mikro, bəl, mikro demək. Mikro kulon. Deməli, Düz doğru cavab olacaq C variantı. Sonra uşaqlar, bilirsiniz ki, cisimlərin elektriklənmə üsullarının biri də sürtünmə ilə elektriklənmədir. 5-ci sual buna aiddir. Deməli, cisim neçə elektron itirməlidir ki, onun yükü 16 nanokulona bərabər olsun deyir. Deməli, N bərabərdir. Q bölünsün Y yazırıq. Q bərabərdir 16 nano 10 üstü mənfi 9 deməkdir. Bölünsün 1,6 10 üstü mənfi 19-a bölürük. 16 ilə 1,6 böləndə 10. 10 üstü neçə edir? 10, 10 üstü 10. Bu da edir 10 üstü 11. Deməli, doğru cavab B. Düzdür. Aferin. Sonra baxaq görək 6-cı sualda. 6-cı sualda uşaqlar intensivliyin BSD əsas vahidlərinin ifadəsini soruşur. Bilirsiniz ki, Y bərabərdir, F bölünsün Q-dür. Onda intensivliyin vahidi Newton böl kulon olacaq da. 1 Newton bölünsün kulon.
Newton açılışı da kilogram vurulsun, EMA-dan tapılır da, kilogram vurulsun metr böl saniyə kvadratı. Kvadratı. Kulonun əvəzinə amper vur saniyə yazırıq. Buradan da Amper. kilogram vurulsun metr bölünsün amper saniyə kubu olur. Kub. Bəli. Demək doğru cavab C. Sonra 7-ci suala diqqət edin. Burada 2 dənə yük verilib, Q1 və Q2 yükləri. Onların A nöqtəsində yaratdığı intensivliklərin istiqamətləri göstərilib. Bilirsiniz ki, mənfi yükün yaratdığı intensivlik özünə tərəf yönəlir verilmiş nöqtədə, müsbətinki isə özündən uzaqlaşır. Özünə kənar. Buradan görürük ki, uşaqlar, hər ikisində ox yükün özünə doğru yönəlib. Deməli, hər ikisi mənfi olmalıdır. Düzdürmü? Və sonra intensivlik vektorial kəmiyyətdir. Onu xarakterizə edən parametrlərdən biri də onun intensivliyin qiymətidir, moduludur. Bu vektor nə qədər uzundursa, deməli Y1, görürsünüz ki, ox daha uzundur. Y1 böyükdür Y2-dən. Və uşaqlar, görürsünüz ki, birinci yük A nöqtəsindən uzaqdadır. Məsafəsi də çoxdur. İntensivlik də çoxdur. Biz aşağıda göstərmişdik, 3-cü sualda KQ böl R kvadratı. Deməli, yük böyük olanda intensivlik böyük olur. Burada görürük ki, birinci yükün intensivliyi böyükdür, məsafə uzaqdır. Deməli, birinci yükün modulu ikinci yükdən böyük olmalıdır və hər ikisi mənfi olmalıdır. Doğru cavab Y olacaq. Bu aydındır hamıya? Bəli. Bax, hansı düstur əsasən tapdıq? Y bərabərdir KQ R-in kvadratı. Aydındır? Bəli. Sonra şola 8 də maraqlı sualdır. 2 müsbət və 2 mənfi yükdən ibarət elektrik kütləvi sistemində neçə cüt cazibə var? Demək olar. Bəli. Baxın, bu müsbətlə mənfi arasında 1 cüt. Aşağıda 2 cüt. Sonra 3 cüt. Burada da olacaq 4 cüt. Deməli, burada neçə cüt cazibə var? 4. Və suala, neçə cüt itələmə var burada? 2 cür. Bəli, müsbəti itələyir, mənfidən mənfi. Bəli, eyni işarə yüklər bir-birini dəf eləyir, itələyir. Eyni mənaya gəlir. Sualar, 9-cu suala baxın. Eyni radiusda 2 naqil kürə, 2 metal kürə, yükləri 12 ilə mənfi. Bəli, radiuslar bərabərdirsə, onların sonraki yükləri, toxunmadan sonraki yükləri bir-birinə bərabər olur və yüklərin cəminin yarısına bərabər olur. Mənfi 4 üstə gəl 12 böl 2. Buraya da 8 böl 2 neçə edər? 4 nano kulon edər. Demək, hər ikisi eyni olacaq. Müsbət 4, müsbət 4. Demək, doğru cavab Y olur. Sonra 10-cu sualda üfüqi vəziyyətdə qoyulmuş, üfüqi birisi də belədir, üfüqi. Üfüqi vəziyyətdə qoyulmuş, deməli, lövhələr arasında müəyyən yükə malik M kütləlidir və Q yükünə malikdir. Aydındır mı? Damcı sükunətdədir. Bilirsiniz, aşağı siniflərdən də cisim nə zaman sükunətdə olurdu? Ona təsir edən qüvvələrin əvəzləyicisi sıfıra bərabər oldu, eyni. Buna mütləq aşağı yönəlmiş ağırlıq təsir edir, F ağırlıq. Deməli, yuxarı yönəlmiş F elektrik qüvvəsi təsir edir. Doğrudurmu? Çünki bunların qiymətlə bərabər, baxın, sükunətdə qalması üçün, yəni V-nin 0 olması üçün əvəzləyici qüvvə 0 olmalıdır. Bunun üçün də nə dedik? Elektrik sahəsi tərəfindən təsir edən qüvvə ağırlıq qüvvəsinə bərabər olmalıdır. Doğrudurmu? Elektrik qüvvəsinin yerinə yazarıq Q vur Y, ağırlığın əvəzinə də mg yazarıq. Bizdən də damcının yükünü soruşur. Deməli, Q bərabərdir. Nə olacaq burada? Mg bölsün E. Bölünsün Y. Ay, sağ ol. Mg böl Y hansı variantdır? B variantı. Bəli. Sonra burada maraqlı suallardan biri də 11-dir. Deyir ki, yükü Q1 və Q2 olan iki kürə, eyni kürəcik, bir-birinə toxundurulmuş və bir-birindən 0,2 metr məsafə aparılmışdır, aralanmışdır. Külələr arasındakı qarşılıqlı təsir qüvvəsini soruşur.
Biz bilirik ki, qarşılıqlı təsir qüvvəsi, yəni Kulon qüvvəsi F bərabərdir K vurulsun Q1. Şu an mən indi fərqləndirəcəm bunlar. Q1 ştirik vurulsun Q2 ştirik yazacağım. Niyə? Bunların toxunmadan sonraki yükləri lazımdır bizə. Bunlar iki eyni kürəcik olduğuna görə eyni kürəcik. Bunların sonraki yüklərini necə tapırıq? Q1 ştirik bərabər Q2 ştirik yüklərin cəminin yarısı. Yəni mənfi 1/6 üstə gəl 2. Bunu mötərizədə yazıram. Hər ikisi 10 üstü mənfi 6'dır da bunların vuruqları. Düzdür? Bölünsün 2. Mənfi 1/6 ilə 2'ni toplayanda 0/4, 2'yə böləndə 0/2. 0/2, 10 üstü mənfi 16. Gətirib yuxarıda Kulon qüvvəsinin düsturunda qoyacaq. Onda F ştirik, sonraki qüvvələr dedik nəzərə alırıq. K 9, 10 üstü 9'dur. Q1 ilə Q2 onsuz da eynidir. Düzdürmü? Bunları da necə yazıram? 0/2, 10 üstü mənfi 16. Vurulsun 0/2, 10 üstü mənfi 16. Bölünsün. Məsafə %2 metrdir. Bunun kvadratı yazmaq lazımdır. Ya da belə yaza bilərsiniz də. 0/2 vurulsun 0/2. Kvadratı da axı. Bəli. İndi uşaqlar bunları vursaq, ixtisarlarımızı aparsaq, nə qalacaq bizdə? Deməli, 0/2 ilə %2'ni ixtisar eləsək, burada neçə qalacaq? Yuxarıda 10 qalır, elə deyilmi? 10. Bəli. Burada 0/2'ni %2'yə böləndə yenə 10. Düz yazdıq mı? Baxın sizdə. Hə, uşaqlar burada 16 yazmışıq, deyəsən. Deməm 6 yazmalıyıq ora. Bəli, 6'dır. 6. Bunu düzəltdik. Mənfi 6. Artıqlaması ilə yazmışıq da. Burada da Bəli. Deməli, bunları silim. Mənfi 6. Burada da həmçinin düz olur mu? Baxın sizdə. Bəli. Bilməmişəm. Mənfi 6 idi da, düzdür? Bəli. Mənfi 6, mənfi 6. Aha. Uşaqlar, 9, 10 üstü 9 var əlimizdə. Sonra burada da 10, 10. Bunlar neçə edir? 100. Eləmi? Neçə eləyəcək onda? 9, 10 üstü 11. Düzdür? Bəli. Hə, 9 var burada. Deməli, bir dəqiqə, bu 10, 10, 100'dür də. 10 üstü 2 deməkdir. 10 üstü 9'a vuranda 10 üstü 11. Bu da 10 üstü mənfi 12. Neçə edir? 0,9 Newton. Düz hesabladıq. 9, bəli. 0,9 Newton. Aydındır mı? Bəli. Problem var burada. Yox, müəllim. Tamam. 12. suala baxaq. İntensivlik verilib. Yenə görürüz. Burada volt bölü metrlə verilir. Y bərabərdir. 2, 10 üstü 4'dür. Sonra demək qüvvə verilib. 3/10^2, 10 üstü mənfi 10 Newtonla. Bir də elementar yük verilib. Bizdən artıq elektronu soruşur. Deməli, N bərabərdir. Q böl Y'dən tapırıq. Q-nü hardan taparıq uşaqlar? Məmə E bərabərdir Q, F bölü Q deyil. Orada F yazılacaq da. F böl Y yazarıq, deyil mi yuxarıda? Birinci bölürük, sonra o birini tapırıq da. Deməli, Nə baş verir? heç nə, telefona zəng gəldi, ona görə ekran getdi. F bölünsün Y. Baxın uşaqlar, F-in əvəzi nə yazırıq? 3/10^2, 10 üstü, deməli, mənfi 10 bölünsün Y. Y nə qədər bizdə? 2, 10 üstü 4. Düzdür mü? Bölünsün 1/10^6, 10 üstü mənfi 19. Yəni, ixtisarlar aparaq. 3/2 ilə 2 getdi, 1/6, 1/6 ilə 1/6 getdi. Bəli. Düzdür mü? Neçə qalacaq? Axırda 10 üstü 5 qalır da. Axırda 10 üstü 5 qalır. 10 üstü Hə, 15, 15, bəli. Bəli, C var. 1/6 vurulsun 10 üstü mənfi 14'ü bölürük Y-yə. Bəli. Bu aydındır. Bəli, müəllim, bu qəşəng sualdır.
Uşaqlar 13 də maraqlıydı. Deyir ki, eyni yükə malik. Eyni yükə malik nədir? Ya ikisi də müsbətdir, ya da hər ikisi mənfidir. Yükləri bunların, deyək ki, əvvəlcə Q idi də yükləri. Düzdür? Sonra birinin yarısını götürürük. Arandakı məsafəni dəyişmirik. Burada L-dir deyək, R. Və bunlar arasındakı qarşılıqlı təsir qüvvəsi F idi. Biraz xırda yazdım. Yəqin başa düşürlər də. Sonra birincinin yükünün yarısını götürsək, yerdə nə qədər qalar? Yarısını götürsək. 0.5 Q. Yəni Q bölü 2 demək olar buna. Bəli, mən. Bəs o birisi Q idi. Qalan yarısını da buna versək, neçə olacaq? Q var idi. Üstünə Q bölü 2 gəldik də. 1,5'te 1. Yox, 1,5. 2-də Q də aşağı. Hə də 2 dəyişdə 1,5. Hə, düzdür. Və arasındakı məsafə isə dəyişməyib. R sabitdir. Əvvəl uşaqlar baxın, əvvəl yüklərin hasili nəyə bərabər idi? Q idi, kvadrat, Q kvadrat idi də. Daha K-nı R yazmıram da, onlar eynidir. Sonra nəyə bərabər oldu yüklərin hasili? Q bölü 2 ilə 3 Q bölü 2 neçə eləyir? 4'də 3 Q-nün kvadratı. Düzdür? Q kvadrat, KQ kvadratı böl R kvadratına F uyğun gəlirsə, onda bunda yerinə nə uyğun gələcək? 4'də 3 F uyğun gələcək. Doğru cavab A olacaq. Maraqlı oldu. Aydındır? Bunun başqa versiyaları da var. Biri müsbət, biri mənfi olsa, onda fərqli bir şey alınacaq. Onlar da gələn imtahanlarda eləyərik inşallah. Demək uşaqlar, burada fikir verin. 14-cü sualda Q1, Q2 və Q3 yükləri göstərilir. Burada həm yüklərin qiymətlərini nəzərə almalıyıq, həm də aralarındakı məsafəni. Deməli, əvvəlcə biz tapmalıyıq nəyi? 1 ilə 2 arasındakı qüvvəni tapmalıyıq. Deməli, yazıram. 1 ilə 2 arasındakı kulon qüvvəsi K vurulsun Q1 vurulsun Q2 bölünsün 1 ilə 2 arasındakı məsafənin kvadratı. Yəni, ona da R1-2 deyirəm. Aydındır? Yerinə qoyalım. K qalsın yerində. Q1 nəyə bərabərdir? Q0-a. Q0 vurulsun. Q2 isə 2 dənə Q0-a bərabər. Bu oldu 2 Q0. Bunların arasındakı məsafə nə qədərdir aşağılar? 2 bölgüdür də. Düzdürmü? Kvadratı lazımdır. Olacaq 4. 2 ilə də 4'ü ixtisar eləsək, KQ0 kvadratı böl 2 qalacaq. Razısınız buyurun. İndi 1 ilə 3'ə baxırıq. 1 ilə 3'ə baxırıq. Baxın, 1 ilə 3 arasındakı qarşılıqlı təsir qüvvəsi K, Q1'in modulu, Q3'ün modulu bölünsün R1, 3'ün kvadratı. Yenə qiymətləri yerinə qoyacağıq. Q1 Q0'dır. Q3 isə 4 Q0'dır. Arandakı məsafə 4 bölgüdür. Kvadratı 16 edir. Burada da nə qalır? 4 ilə 16'nı ixtisar eləsək, elə qalacaq 4'də 1 K Q0 kvadratı. Düzdürmü? Və bizə deyir ki, 1 ilə 3 arasındakı qarşılıqlı təsir qüvvəsi 10'dur. 10. Baxın, KQ0 kvadratı böl 4 10'dursa, bəs KQ0 kvadratı neçə olar? Bax, KQ0 kvadratı böl 4 10'dur. 40 olur. 40. Yuxarıda gəlib yerinə yazacağım. 40 böl 2. Bu da neçə eləyər? 20 millinewton. Doğru cavab C. Aydındır? Bəli. Hadi 10'u 4'te böldülər 40. Aydın olmam ya. Bəli. Demək inşallah 15-ci suala baxın. Yüklərin biri mənfi 1'dir, digəri müsbət 3. Bunların hasili nə qədər idi əvvəlcə hasil? Hasili mənfi 3. Modulları hasili bəs? Modulları hasili. Modlar hasili 3. Bəli. Onda sonra bunları deyir ki, eyni kürəni bir-birinə toxundurub ayrırlar da. Onda Toxundular 2 olacaq da. Q1, Q2 iştirik bərabərdir. Mənfi 1 üstə gəl 3 böl 2. Neçə edir bu? 1. 1 elədi. Əvvəl birincinin mənfi 1 ilə 3'ün hasilinə baxırdıq. Neçə eləyirdi? 3. Mənfi 1 ilə 3. İndi 1 ilə 1'in hasilinə baxırıq. Bu neçə elədi? 1.
1. 1. F bərabərdir K Q1 Q2 modulda böl R kvadratıdır da. Məsafə dəyişməyib. Çünki əvvəlki vəziyyətə gətiriblər. Yüklərin hasili əvvəl 3 idi, indi oldu 1. Neçə dəfə azalır hasil? 3 dəfə azalıb düz almışam. Deməli, Kulon qüvvəsi də 3 dəfə azalar. Bəli. Aydın da Bir də hamıya. bir mod tutuq, sonra Kulon qüvvəsi yüklərin modulları hasili bölünsün aralarındakı məsafənin kvadratıdır da. Aydın oldu? Əvvəl yüklərin modulu hasili 3 idi, sonra oldu 1. Hasil 3 dəfə azalıb, yəni sürət 3 dəfə azaldığına görə qüvvə də 3 dəfə azaldı. Problem var? Xeyr, mən. Əla. 16-cı sualda qüvvə xətlərinin mənzərəsi göstərilir. Demişdik ki, asandır. elektrik sahəsinin qüvvə xətləri müsbət yükdən çıxır, mənfiyə daxil olur. Yəni A müsbət, B mənfi, doğru cavab D variantı olur. Aydındır? Bəli, mən düz almışam. Əla. Sonra 17-ci sualda uşaqlar, sükunətdə olan iki nöqtəlik arasındakı Kulon qarşılıqlı təsir qüvvələrin istiqaməti hansı şəkildə düzgün təsvir olunur? Şəkildə diqqət eləsək, görürük ki, yüklərdən biri müsbətdir, digəri mənfi. Deməli, onlar bir-birini cəzb eləməlidir, qarşılıqlı. Qüvvələr qarşı-qarşıya olmalıdır və ya əks istiqamətdə olmalıdır, elə deyilmi? Qüvvələr eyni tərəfdə ola bilməz. Bax, Kulon qüvvələri qarşılıqlı təsir qüvvələridir. Qüvvələr eyni tərəfə ola bilməz. Müsbət mənfidirsə bir-birini cəzb edirlər. Müsbət olsaydı bir-birini itələyərdi. Mənfi olsaydı bir-birini itələyərdi. Asan sual idi. Asanmış bu. Bəli. Aydın da hamıya. Bəli. Deməli, 18-ci suala baxırıq. Elektroskopa aiddir. Elektroskop cisimlərin elektriklənməsini müəyyən edir. İş prinsipi nəyə əsaslanırdı onun? Elektronları ötürür ona görə. İnduksiya elektriklənmə. Yox. Elektroskopun iş prinsipi eyni yüklü zərrəciklərin bir-birini itələməsinə, dəf etməsinə əsaslanır. Bu vərəqlər aralanırsa eyni işarəli olur. Eyni işarəli olur. Bəli. Baxın uşaqlar, burada deyir ki, yaxınlaşdırdıqda, demir ki, toxundurduqda, yaxınlaşdırıblar. Aydındır və yüksüz elektroskopa, əvvəl yükü yox idi bunun. İndi biz müsbəti yaxınlaşdırdığımıza görə aşağıdakı mənfi yüklər, elektronlar gələcək yuxarı, onda vərəqlər müsbət olacaq. Külə mənfi yüklənəcək. Aşağıdakı mənfilər yuxarı getdiyinə görə aşağıda elektron əskikliyi yaranır, elektronların sayı azalacaq. Onda müsbətlər artacaq da, müsbət. Demək, vərəqlər müsbət yüklənir, külə isə mənfi. Ardıcılığa fikir verin. Külə, birinci külənin yükünə baxırsınız, külə. Sonra isə vərəqlər. Bu vərəqlər bunlardır, vərəq. Bizdən bir vərəyi soruşur. Onsuz da hər ikisinin işarəsi eynidir də. Aydın oldu? Mənfi müsbət ardıcılıq olmalıdır. Doğru cavab A. Gəldi 19-cu suala. 19-cu suala oxşar sual var idi. Amma orada dedi ki, tarazlıqdadır, ya sükunətdə qalar. Belə bir sual var idi. Uşaqlar, burada üfüqi yerləşmiş elektrik sahəsinin lövhələr arasında, kondensatorun lövhələr arasında müsbət yük götürülür. Bilirsiniz ki, buna iki qüvvə təsir edir. Demək, aşağı yönəlmiş ağırlıq qüvvəsi, F ağırlıq və bu müsbət yük olduğuna görə yuxarıdakı müsbət onu aşağı qovur. Aşağıdakı mənfi müsbəti özünə cəzb edir. Buna da deyilən F elektrik. Və burada demir ki, sükunətdə qalır. Sadəcə deyir ki, elektriklə ağırlıq qüvvəsi bərabərdir. İki qüvvə təsir edir. F əvəzləyici, F ağırlıq, üstə gəlsin F elektrik. Və şərtdə deyir ki, bu qüvvələr bir-birinə bərabərdir. Ya biz bunların əvəzinə mg yazmalıyıq, hər ikisi mg-yə bərabərdir. Ya da ki, hər ikisinin yerinə qy yazmalıyıq. Bizdə də cavablar qy ilə olduğuna görə ağırlığın da yerinə qy yazıram, çünki elektrikə bərabərdir. Elə elektriki də özünün olduğu kimi yazıram. Olacaq 2qy. Doğru cavab Y. Bu aydın da hamıya? Biz deyim, bu işəsində. Bax, iki dənə qüvvə təsir edir bu şəkildə. İkisi də aşağı yönəlir.
Ağırlıq onsuz da yerə doğru yönəldi, ağırlıq aşağı. Aha, El- ağam. el- elektrik sahəsi tərəfindən təsir edən qüvvə də aşağı yönəlir bu şəkildə. Nəyə görə? Çünki müsbət yük olduğuna görə yuxarıdakı müsbət, bu ortadakı müsbəti aşağı qovur. İtəlir Qovur. özünü. Eyni işarə yükdə itəlir axı bir-birini. Bəli, Aşağıdakı bəli. mənfi də aşağıdakı mənfi lövhə. Müsbət yükü özünə tərəf cəzb edir. Yəni aşağı olacaq qüvvə. Hə. İki dənə qüvvə təsir, ikisi də aşağı yönəlib. Onda əvəzlərini Sonra- tapmaq üçün toplayırıq bunları. Bu indi anladım. İstiqamət olanda topluyoruz Qüvvələr onları. eyni olanda, bəli, əvəzləyici qüvvəni tapmaq üçün onları Hə, toplayırıq. anladım. Əksi olanda İndi anladım. Bəli, bəli, indi anladım. Sonra, Anladım. baxın, cavablarda, məsələn, belə də qoya bilərdilər. F əvəzləyici bərabər 2mc də qoya bilərdilər. O da doğru cavab olardı. Çünki QY ilə mc bərabərdir axı. Burada qeyd eləmişəm. Evet, Cavab evet. 2mc də ola bilərdi. 2 QY verdilər də indi burada. Bəli. Gəldik sonuncu suala aşağı. Verilmiş izləyicilərə təsir edən Kulon qüvvələrinin modullarının nisbəti. Bilirsiniz ki, Kulon qüvvələri mərkəzi qüvvələrdir. Onları bu qüvvələr qarşılıqlı təsir qüvvələrdir. Bir-birinə bərabərdir həmişə. F1 ilə F2 modulca bərabərdir. O da bərabərdir K Q1 Q2 bölünsün R-in kvadrat. Newton qüvvələrin modulları nisbəti, onu belə göstərmək olar, modulları. Bax, bu şəkildə də göstərmək olar və ya modulsuz sadəcə F1, F2-də yazmaq olar. Onda bu qüvvələr bərabərdirsə, nisbət nəyə bərabər olacaq? 1-ə bərabər olacaq. Var mı uşaqlar bu sınaqla bağlı sualı olan? Birə bərabər olsun. Bax, F1, F2-yə bərabərdir də. Məsələn, hər ikisi hasilə bax, 10 olacaq deyək də. 10 K2 kvadratı böl L kvadratı. Hər ikisi bərabər, 10, 10-dur. Nisbət 1 olacaq. Yəni, 1, 2-ni hansı qüvvə ilə cəzb edirsə, 2 də 1-i həmin qüvvə ilə cəzb edir. Bu qüvvələr bərabərdir. Bərabərdirsə, nisbət 1 olacaq. Hə, bərabər oluna görə. Aydın oldu? Bəli, nə? Kimin sualı var bunlarla bağlı? Nə oldu bu arada? Var inşallah, sual olan var. Yox, mən. Kimin sualı varsa soruşa bilər. Yoxsa sonra video qeydini dayandırıram, yenə suallarınızı soruşa bilərsiniz. F.